Salam əziz şagirdlər, dəyərli biologiya həvəskarları, kanalımızın abunəçiləri və ümumiyyətlə bütün biologiya sevənlər. Bu videomuzda sizə 2025-26-cı tədris ilində keçirilmiş Respublika Fənn Olimpiadalarının biologiyadan olan sualların 10-cu sinif üçün olanlarını, birinci turunun daha doğrusu 10-cu sinif suallarını təqdim etməyə çalışacağım. Daha doğrusu onların izahını birlikdə müzakirə edək. Deməli, birinci sualımız belədir. Aşağıdakı 4 ardıcıllıq HIV RNT-sindən götürülmüşdür və birinci gördüyünüz kimi qan köçürülməsindən sonra HIV-ə yoluxmuş zərər çəkmiş şəxsdir. Yəni o sağlam olub, amma qan köçürüldükdən sonra HIV-ə yoluxub. İkinci, qanı zərər çəkmişə köçürülməkdə şübhəli sayılan birinci şübhəli HIV xəstəsidir. Üçüncüsü isə ikinci şübhəli HIV xəstəsi ki, yəni bundan köçürülə bilər. Dördüncüsü isə HIV-ə yoluxmuş, lakin hadisə ilə əlaqəsi olmayan bir şəxsdir. Bizdən soruşur ki, uşaqlar, aşağıda verilmiş bəndlərdən hansı səhvdir? Yəni biz sizinlə burada məlumat RNT-sindəki bu nukleotidləri analiz etməklə nə etməliyik? Tapmalıyıq ki, bu bəndlərdən hansı səhvdir. Deməli, birinci variant belədir. A variantı. Yuxarıdakı 21 nukleotiddən ibarət ardıcıllıqda yalnız 4 nukleotid mümkün səbəbkar barədə məlumat verib. Gəlin baxaq uşaqlar. Məsələn, burada deməli, baxaq. 1 gördüyünüz kimi bir hansında var, bir deməli ikincidə yoxdur, üçüncüdə var. Bunu götürə bilərsiniz. Timini götürə bilərsiniz. Birincidə var, üçüncüdə var gördüyünüz kimi, ikincidə yoxdur. Guanin hamısında eyni. Sitazin, timin, sitazin, adenin, sitazin, guanin. Burada baxırıq uşaqlar. A nədir? Üçüncü nukleotid. Baxın, deməli, bu ikinci. Üçüncünü götürdük. Gördüyünüz kimi nə ilə eynidir? Üçüncü ilə bu eynidir uşaqlar. Gördüyünüz kimi. Digərlərinə baxırıq. Hər üçündə eynidir. Eynidir. Bunu ümumiyyətlə götürmür, çünki bu ümumiyyətlə əlaqəsi yoxdur. Eynidir. Buna baxırıq uşaqlar. Bu nədir? Bu gördüyünüz kimi yeni zərər çəkmiş də var, amma digərlərində yoxdur. Yəni əvvəlki xəstələrdə yoxdur. Digərləri eynidir və baxırıq. Bu da deməli gördüyünüz kimi zərər çəkmiş də var, amma digərlərində yoxdur və həmçinin də deməli sondakı bax bu da gördüyünüz kimi digərlərində yoxdur. Ona görə uşaqlar burada gördüyünüz kimi ancaq 1, 2, bir də 3. Bax, bu 3 nədir? Mümkün səbəbkar barədə bizə məlumat verə bilər. Yəni, bu 3 dənə nukleotidə görə biz şübhələnə bilərik ki, əslində, belə deyək də, hansı səbəbkar olan 3-cü şəxsdir. Ona görə də burada bizə 4 dediyinə görə biz bu variantı yanlış götürürük. Və eyni zamanda Y variantının burada doğru variant olduğunu müəyyənləşdir. Çünki biz bu nukleotidlərə əsasən müəyyənləşdirdik ki, ən çox oxşarlıq 3-cü ilədir və uşaqlar və gördüyümüz kimi ona görə də 3-cünü burada sizinlə əsas səbəbkar kimi götürə bilərik. B variantına baxaq. 21 nukleotiddən 5 nukleotid 4-cü şəxsin xarici qrup olduğunu göstərir. Gəlin baxaq uşaqlar. Deməli, A-nı deyə bilmərik, çünki A gördüyünüz kimi ikincidə var. A-nı deyə bilmərik, yenə də ikincidə var. Digərlərinə baxırıq, hamısı eynidir. Baxırıq uşaqlar, 1, 2, digərlərində yoxdur gördüyünüz kimi. 3, bunu götürdünüz. Sonra deməli, T-ni götürə bilər uşaqlar. Bir də buradakı A-nı götürə bilərsiniz. Neçədən oldu? 1, 2, 3, 4, 5 dənə nukleotid həqiqətən də sübut edir ki, 4-cü şəxs hansı qrupdur? Xarici qrupdur. Yəni, bura dəxli yoxdur. Bu RNT virusu zərər çəkmiş yoluxduqdan sonra da həm şübhəlilərdə, həm də zərər çəkmişdə təkamül etməyə davam etmişdir. Bunu deyə bilərik uşaqlar sizinlə. Nəyə görə? Gördüyünüz kimi, baxın, zərər çəkmişə, məsələn, yoluxduqdan sonra, baxın, bu nukleotiddir, bu nukleotiddir, bu nukleotiddir. O nədir uşaqlar? Tamamilə yenidən əmələ gəlmişdir və o digərləri ilə uyğun deyil və bu deməkdir ki, doğrudan da təkamülə davam etmişdir. D-yə baxırıq, ardıcıllıqda olan ümumilikdə 10 nukleotidinə əlaqəsiz şəxs nə də mümkün şübhəlilər barədə məlumat vermir. Gəlin baxaq, hamısılar ki, hamısında eynidir. Bunlar məlumat verməyəcək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10 dənə. Həqiqətən də 10 dənə nukleotid məlumat verir ki, daha doğrusu nə əlaqəsiz şəxs haqqında, nə də ki, mümkün şübhəlilər haqqında məlumat vermir. Çünki hamısında bu nukleotidlər eynidir. İkinci sualı biz artıq sizinlə 3-cü dəfədə izah edirik uşaqlar, amma yenə də burada da bir də baxaq. Qida şəbəkəsi verilmişdir. Bu şəbəkədə canlılar nömrələnmişdir və deyir ki, hansı canlının yox olması ilkin olaraq bəzi produsentlərin artmasına, bəzilərinin isə azalmasına səbəb olacaqdır. Burada uşaqlar 3 nədir? 3 özü bir produsentdir. Bu produsent yox olarsa,
burada söhbət azalmadan getmir inşallah. Burada söhbət yox olmadan gedirsə, bu yox olursa biz bu ikisinə baxacağıq ki, bunların hansında artma, azalma baş verdi yoxsa yox. Biz də sizinlə bunu heç araşdırmadan da inşallah nəyə baxarıq? Gördüyünüz kimi, deməli, həm 2 ilə, həm də 1 ilə qidalanan canlılarla 8 qidalanır. Deməli, bu 8-ə nə baş versə, həm 1-ə, həm də 2-yə təsir eyni olacaq uşaqlar. Ona görə də bunu yoxlamağın heç mənası yoxdur. 8-ə baxaq gəlin. 8 yox olarsa nə baş verəcək uşaqlar? 8 yox olarsa 4 ilə 4, 5 və 6 artacaq və bunlar nə edəcək? 1 ilə 2 burada azalacaq. 8 yox olarsa 11 nə edəcək? 11 azalacaq. 9 və 10 nə edəcək? Artacaq uşaqlar. 7 azalacaq və 7 azaldığına görə 3 artacaq. Deməli, biz artıq sizinlə tapdıq ki, 1, 2 artdı, azaldı, daha doğrusu 3 isə artdı. Deməli, burada 8 cavabını seçə bilərsiniz. Digərlərini istəsəniz yoxlaya bilərsiniz inşallah. Amma yenə də deməli, burada məsələn, belə deyək də, eyni pillədə duran canlıları seçməyin elə bir mənası yoxdur. Çünki onların təsiri hər ikisinə eyni olacaqdır. Üçüncü suala gəlin baxaq inşallah. Bu sualda işləmişik sizinlə. Balıqların üzəri pulcuqlarla örtüldü və bu pulcuqların forması balığın həyat tərzi və yaşayış mühiti ilə əlaqədardır. Əlbəttə ki, burada balığın filogenetik yeri, yəni balığın təkamüldəki və təsnifatdakı yeri də önəmlidir. Aşağıda balıqlarda rast gəlinən müxtəlif pulcuq tipləri və onların xüsusiyyətləri verilmişdir və bizdən soruşur ki, bu deməli cədvəldə hansına uyğun gələcək. Biz sizinlə keçən dəfə, yəni 8-ci sinifin suallarını müzakirə edərkən bundan danışdıq inşallah. Yəni burada heç düşünməyə ehtiyac yoxdur. Baxın, məsələn, sikloid pulcuqlarla ktenoid, daha doğrusu plakoid pulcuqları o dəqiqə bilmək olur uşaqlar. Gəlin birinci istəyirsiniz onları təyin eləyək sizinlə. Plakoid pulcuqlarda nədir? Kiçik dişə bənzər sərt və arxa istiqamətdə yönəlmişdir. Nə olacaq inşallah? Bu təbii ki, akulanın, bu gördüyünüz kimi, yəni köpək balığının pulcuqları olacaq. Bura nə yazdıq? Bura plakoid yazıq. Arxaya yönəlmiş nə vardı? Dişcik vardı inşallah. Qalın dediyi qanoid, yəni pulcuqlar. Baxın inşallah burada qanoid dediyi pulcuqlar qalın, sümük quruluşu çox bərkdir. Yəni digərlərini heç oxumasanız da olar. Hətta burada deməli plakoid pulcuqları müəyyənləşdirərkən burada akulanın həyat tərzindən də yazır və ona əsasən də siz bunu müəyyənləşdirərsiniz ki, bu köpək balığıdır uşaqlar. Deməli, baxırıq, gördüyünüz kimi qalındır uşaqlar. Bunların içərisində ən qalını, baxın həcmə baxın uşaqlar. Gördüyünüz kimi ən qalın nədir? Budur. Deməli, durna balığında nədir? Durna balığında qanoiddir. Qaldı ktenoidlə deməli sikloidi müəyyənləşdirmək. Ktenoidlə sikloid bir-birinə bənzədiyinə görə biraz olar çətin, amma burada da əslində belə çətin bir şey yoxdur. Dairəvi nazik yastı səth. Bu nə olacaq uşaqlar? Bu deməli qızıl balıqda olacaq. Nə oldu? Sikloid oldu. Deməli dişçikləri olan, kənarı dişli olan isə baxın buradakı dişliləri görə bilirsiniz inşallah. Bu isə nə olacaq? Xanı balığı olacaq. Bu da nə oldu? Ktenoid oldu. Cədvəldə buna uyğun variant olmadığına görə bu sual bütün siniflərdə hamıya düzgün götürülmüşdür. Ona görə də amma yenə də bütün hallarda bunları bilmək maraqlıdır. Bu sualda işləmişik inşallah sizinlə. Çox saylı molekulları, su çox saylı molekulları həll edə bilir. Bioloji mühitlərin əksəriyyəti demək olar ki, su məhluludur. Bir çox iri molekullar tərkibindəki xüsusi qruplara görə su ilə qarşılıqlı təsir edərək suda həll ola bilir. Aşağıda bir neçə üzvü birləşmənin kimyəvi quruluşu verilmişdir və bizdən soruşur ki, bunlardan hansı suda daha pis həll olacaqdır. Və indi burada uşaqlar biz sizinlə nə deyirik? Biz sizinlə elə 8-ci sinifdə, bu 10-cu sinif olduğuna görə bəlkə 10-cu siniflərdə həm dərslikdə yoxdur məlumat, amma hər halda onlar kimya keçirlər və bilirlər ki, polyar qrupları olan maddələr suda daha yaxşı həll olur. Çünki su özü polyar bir molekuldur və ona görə də hansı molekullar ki polyardır, onlar suda daha rahat həll olurlar. Qeyri-polyar molekullar isə suda yaxşı həll ola bilmirlər. Burada bu OH qrupları uşaqlar bizə molekulun polyar olması haqqında məlumat verir. Məsələn, bu bilirsiniz ki, glukozadır. Lap siz orada polyar qrupu görməsəniz də glukozanın suda rahat həll olduğunu bilirsiniz. Çünki bu bir monosaxarid uşaqlar. Polyar və qeyri-polyar molekullar haqqında videomuz var. Kanalda istəsəniz oradan izləyə bilərsiniz. Bu bir amin turşu molekuludur uşaqlar. Bu nədir? Bu bir amin turşudur. Amin turşunda gördüyünüz kimi karboksil qrupunda nə vardır? OH vardır. Eyni zamanda burada deməli amin qrupunun özü nədir uşaqlar? Polyardır. Ona görə də rahatlıqla suda nə edəcək? Həll olacaq. Eyni zamanda disaxarid görürsünüz burada uşaqlar. Bu disaxaridin özündə də gördüyünüz kimi çoxlu miqdarda nələr vardır? OH qruplar vardır. Demək ona görə də rahatlıqla həll olacaq. Bu gördüyünüz isə nədir? Bu isə gliserindir. Gliserində də gördüyünüz kimi nələr vardır? OH qrupları vardır uşaqlar və ona görə də bunlar hamısı suda yaxşı həll olacaqlar. Amma indi gəlin baxaq bura. Bu nədir uşaqlar? Bu deməli xolesteroldur.
xolesteroldur. Bu bir nədir uşaqlar? Lipiddir təbii ki. Və burada da gördüyünüz kimi bir OH qrupu, yəni polar bir qrup vardır. Amma ümumilikdə zəncirdə bu bir dənə OH qrupu bu boyda zəncirə suyun təsir etməsinə imkan vermir uşaqlar. Yəni bu kifayət eləmir ki, su bura təsir göstərsin. Bütövlükdə karbon zəncirinin özü qeyri-polar olduğuna görə su bu molekulunu yaxşı həll edə bilmir uşaqlar. Ona görə də biz cavabı burada C olarak seçirik. Bəzi onurğalı siniflərinin aşağıdakı ağciyərləri şəkildə verilmişdir və bizdən soruşur ki, hansı orqanizmdə mühitlə qazlar mübadiləsinin əhəmiyyətli bir hissəsi başqa bir orqanla həyata keçirilir. Biz də bildiyimiz kimi onurğaların içərisində iki tənəffüs orqanı olan canlı bu suda qurda yaşayanlardır, yəni amfibilərdir. Amfibilərin də ağciyərlər yaxşı inkişaf etməmişdir və onlarda belə deyək də ağciyərlər çox sadədir, büküksüzdür və bu da A'ya uyğun gəlir. Burada A isə D variantında verildiğine göre biz sizinle burada D variantını seçeceğiz. Ay, çok getdim. Geri qaydaq. Bu sualların əslində çoxsunu biz aşağı sinifdə işləmişik inşallah. Ona görə də tez-tez bunların üzərindən ötəcəm. Heyvanlarda bədən örtüklərinin bir sıra xüsusiyyətləri verilmişdir. Hansı xüsusiyyət yalnız quru heyvanlarına xasdır? Bədəni xarici parazit və xəstəlik törədicilərindən qorumaq hər iki mühitə aid uşaqlar. Mühitlə bədən arasında su-duz balansının tənzimlənməsi, ümumiyyətlə bədən örtükləri həmişə su-duz balansının tənzimlənməsinə iştirak edir. Bəzi maddələri daxilə keçməyə qoymamaqla, bəzilərinin xaricə çıxmasının qarşısını almaqla və su-duz balansının tənzimlənməsinə iştirak edirlər. Bədənin mexaniki zədələrdən müdafiəsi təbii ki, bütün bədən örtüklərinə aid uşaqlar. Ona görə bu variantda seçmirik. Amma buxarlanma bu bizə quru mühit haqqında məlumat verir inşallah. Çünki ümumiyyətlə suda bilirsiniz ki, buxarlanma prosesi getmir və ona görə də buxarlanma yalnız quruya məxsus olan bir bədən örtüyünə aiddir. Mühitlə qazlar mübadiləsinin həyata keçirilməsi bu həm su mühitində baş verəcəkdir, həm də eyni zamanda quru mühitində baş verəcəkdir. Məsələn, qurbağanın dəri ilə tənəffüs etdiyini bilirsiniz inşallah. Dəri ilə tənəffüsü o həm də suda nə edə bilir? Həyata keçirir. Ümumiyyətlə isə belə deyək də tənəffüs yollarının hamısının nəm olduğunu siz yəqin ki, hamınız bilirsiniz inşallah. Ona görə də bədən örtüyü istənilən bir mühitdə nəyə xidmət edir? Qazlar mübadiləsinin həyata keçirilməsinə xidmət edə bilər. 7-ci suala gəlin baxaq. Deyir ki, aşağıdakı qrafik müxtəlif DNT nümunələrinin tərkibi ilə denotrasiya temperaturu arasındakı əlaqəni araşdırıldığı eksperimentin nəticələrini göstərir. Denotrasiya temperaturunda DNT-nin 2 qat spiralı ayrılaraq 2 ayrı zəncirə parçalanır və 2 DNT nümunəsi müqayisə edilmişdir. Biri yalnız PQ cütlərindən, digəri isə yalnız RS cütlərindən ibarət olan nümunələrdir gördüyünüz kimi. P, Q, R və S hərfləri DNT-də mövcud olan müxtəlif azotlu əsasları təmsil edir. Gördüyümüz kimi uşaqlar, yəni qrafikə baxsaq görək ki, hər ikisi eyni temperaturda, yəni 95 dərəcə Celsius temperaturda həm P, Q azotlu əsasları olan nukleotiddə, həm də RS azotlu əsasları olan nukleotiddə tətbiq olunmuşdur. Daha doğrusu hər ikisi eyni temperatura məruz qalmışdır. Amma gördüyünüz kimi PQ olanda tək zəncirli DNT nümunələrinin faizi çoxdur. Bu demək ki, yəni PQ nümunəsi 95 dərəcə Celsiusdə daha çox denaturasiyaya uğramışdır və 2 qat zəncirlər daha çox açılmışdır. RS nümunəsi isə bu temperaturda denaturasiyaya az uğramışdır. Bu isə o demək ki, uşaqlar, deməli, hansındasa birində rabitələr çox olmalıdır. Təbii ki, RS-də rabitələr nədir uşaqlar? RS-də rabitələr çoxdur. Biz də sizinlə bilirik ki, adeninlə timin arasında 2 qat hidrogen rabitəsi var. Guaninlə sitazin arasında isə 3 qat hidrogen rabitəsi vardır. Deməli, 3 qat hidrogen rabitələrinin qırılması adenin və timinə nisbətən daha necə olacaq uşaqlar? Daha çətin olacaq. Bu da o deməkdir ki, 95 dərəcə Celsiusdə daha rahat qırılan nə olacaq? Adenin timindən ibarət olan, yəni QR nədən ibarət olacaq? QP ibarət olacaq. Timin və adenindən D variantı burada uyğun gəlir uşaqlar. RS isə ibarət olacaq sitazin və guanindən. Ona görə də burada D variantını seçirik. Növbəti sual, bu da sizinlə 9-cu sinifdə işləmiş inşallah bu sualı. Torlu qişanın sxematik təsviri verilmişdir. Şəkildə hüceyrələr X, Y və Z ilə işarələnmişdir. X burada nədir uşaqlar? X burada çöpcüklərdir. Çöpcüklər. Niyə çöpcüklərdir? Çünki bu gördüyünüz kimi nədir uşaqlar? Bunlar reseptor qatıdır və bildiyimiz kimi kolbacıqların sayı reseptorların sayının, çöpcüklərin sayından həmişə az uşaqlar. Ona görə baxın, bunlar nələrdir? Bunlar kolbacıqlardır, Bunlar isə çöpcüklərdir. Bunlar isə nədir uşaqlar? Bizim dərslimizdə bunlar təbii ki, neyron qatı adlandırır uşaqlar. Çünki bunlar həqiqətən neyronlardır. Bunlar deməli
bipolar neyronlardır uşaqlar. Bipolar neyronlardır. Bunlar da qanglion hüceyrələrdir. Çünki bunlar nəyə yaradacaq? Bunlar deməli görmə sinirini yaradacaqlar gördüyünüz kimi. Və bizdən nə soruşur ki, uşaqlar hüceyrələr və onların xüsusiyyətlərinin düzgün uyğunlaşdırıldığı bəndi seçin. Baxaq uşaqlar, X müxtəlif rənglər görməyə xidmət edirmi? Etmir. Çünki X nə oldu uşaqlar? X çöpçü yoldur. Çöpçülər isə alatoran deməli da görməyə uyğunlaşmışdır. Yəni o rəngli görməyə uyğunlaşmamışdır. Alatoran işıqda görməni təmin edə bilir. Yəni bu varianta sizinlə baxa bilərik. C-yə baxırıq. Tərkibində rodopsin var. Bunda deməli qeyd edə bilərik inşallah. Çünki biz iki pigmentdən danışırıq. Rodopsindən və gedopsindən danışırıq. Rodopsinin tərkibində A vitamini var. A vitamini varsa deməli o çöpçüklərin tərkibindədir. Bu məlumatda hardan bilirik uşaqlar? Çünki bilirik ki A vitamini çatışmadıqda insanlarda toyuq korluğu xəstəliyi meydana çıxır. Bu da çöpçüklərin fəaliyyəti ilə bağlıdır bildiyiniz kimi. Ona görə tərkibində rodopsini seçə bilərsiniz. Sayı digər növ fotoreseptorlardan dəfələrlə çoxdur. Bunu da qeyd edə bilərsiniz uşaqlar. Çünki deməli həqiqətən də çöpçüklərin sayı digərlərindən çoxdur. 3 əsas növü vardır. Bu deməli uyğun olmayacaq. Çünki bu kolbacıqlara aiddir. İndi baxaq ikinci uşaqlar. Y nədir? Y gördüyünüz kimi qanglion hüceyrələrdir. Yəni təbii ki o sinir hüceyrələrinə aid uşaqlar, neyron hüceyrələr neyronlara aiddir. Və baxırıq, hərəki neyronlarda ifadəsi nə olacaq uşaqlar? Burada yanlış olacaq. Çünki bu nə cür neyrondur? Hissi neyrondur. Ona görə bu variantı nə edirik? Bu variantın üstündən artıq xətt çəkdik. C-yə baxırıq. Deməli, fəaliyyət potensialı yaratmırlar. Ola bilməz ki, hansısa bir neyron öz fəaliyyəti zamanı fəaliyyət potensialı yaratmasın uşaqlar. Biz bilirik ki, neyronlar fəaliyyət göstərərkən depolarizasiya uğramalıdırlar, sonra repolarizasiya uğrayırlar və bu da deməli onların fəaliyyət potensialının yaranmasına səbəb olur. Ona görə də C variantı da burada yanlış olur. Kör nöqtədən keçirlər. Gördüyünüz kimi uşaqlar, baxın. Deməli, qanglion hüceyrələr nə edirlər? Qanglion hüceyrələr gördüyünüz kimi sinirlər yaratdılar. Bu sinirlər də birləşdi nə yaratdı? Görmə sinirini yaratdı və o kör nöqtədən nə edir? Təbii ki, kör nöqtədə, kör ləkədə bunlar bir-birlə birləşib görmə sinirini yaradacaqlar. Və bir neçə fotoreseptordan gələn siqnalı toplayır və birləşdirir. Gəlin buna da baxaq uşaqlar Z-ə. Baxaq, gördüyünüz kimi, baxın məsələn, burada Z-i qeyd eləmişik. Z gördüyünüz kimi, deməli 1, 2, 3 dənə reseptordan gələn siqnalları neynədir? Topladı. Ona görə də D variantı burada doğru olacaq. Növbəti suala gəlin baxaq inşallah. Bunu da sizinlə işləmişik inşallah. Elə bir dəqiqə öncə əvvəlki sualda işlətdiyimiz fəaliyyət potensialı haqqında baxın burada danışacağıq inşallah. Deyir ki, həkimlər tez-tez normal fəaliyyət potensialını bərpa etmək üçün dərmanlardan istifadə edirlər. Aşağıdakı qrafikdə bu dərmanlardan birinin təsirini göstərir. Baxaq inşallah, gördüyünüz kimi açar burada nədir inşallah? Qırıq-qırıq xətlər dərmanla təsiri göstərir. Qırıq olmayan xətlər, bütöv xətlər isə dərmansız göstərir və deyir ki, bu da eyni zamanda membran potensialını göstərir. Nə deyir uşaqlar? Deyir ki, qrafikə əsaslanaraq bu dərmanın membran potensiallarına təsiri haqqında hansı nəticəni çıxartmaq olar? Gəlin bunu bir qədər kiçildək ki, qrafikimizi bütöv şəkildə görə bilək. Sualla birlikdə görün. Baxaq uşaqlar, deyir ki, repolarizasiyanı nə edir? Gecikdirir. Çünki kalium ionlarının sitoplazmaya daxil olmasının qarşısını alır. Əvvələn baxaq uşaqlar. Bura nədir? Bura deməli sakitlik potensialıdır. Nə baş verdi? Depolarizasiya baş verdi. Yəni membran potensialı yarandı. Burada nə baş verir uşaqlar? Bu artıq repolarizasiyadır. Gördüyünüz kimi bu da nə oldu uşaqlar? Normal əvvəlki vəziyyət yazaq burada. Əvvəlki vəziyyətə qayıtma oldu gördüyünüz kimi. Biz də siz nə bilirik uşaqlar? Bilirik ki, hüceyrənin daxilində həmişə nə ionlar var? Daxilində kalium var, xaricində isə natrium var və membran potensialı, yəni depolarizasiya yaranarkən kalium ora çıxır, kalium xaricə çıxır, natrium isə daxilə keçir. Deməli, gördüyünüz kimi burada sakitlik potensialı kaliumun vəziyyətdə müəyyən bir həddinin olduğu bir potensialdır uşaqlar və o nə edir? Gördüyünüz kimi müəyyən bir həddə çatdıqdan sonra kalium xaricə çıxmağa başlayır və membran potensialı gördüyünüz kimi artdı. Membran potensialı artdıqdan sonra baxın eyni nöqtədə istəyir dərmansız, istərsə də dərmanlı halda uşaqlar gördüyünüz kimi nə başladı? Azalma başladı. Bu demək ki, repolarizasiya nə etməmişdir? Gecikməmişdir. Bundan başqa kalium ionları sitoplazmaya daxil olmasaydılar ümumiyyətlə bu repolarizasiya baş verə bilməzdi uşaqlar. Ona görə deməli A variantı burada nə olacaq? A variantı yanlış olacaq. Bunu seçmirik. B-yə baxırıq. Neyronun xaricində kalium ionlarının yığılması nəticəsində depolarizasiya geciktirilir. İndi baxaq uşaqlar.
Depolarizasiya nədən asılıdır? Depolarizasiya kalium ionlarının membranın xaricinə çıxmasından asılıdır və gördüyümüz kimi depolarizasiyada heç bir gecikdirmə yoxdur. Dərmansız haldakı eyni vaxtda neynədir? Depolarizasiya başladı və eyni yerdə də repolarizasiya başladı. Membranın kalium ionlarına keçiciliyinin azalması səbəbindən sakitlik potensialını uzadır. Sakitlik potensialı hər ikisində nədir uşaqlar? Eynidir. Ona görə də bu variantda yanlış olacaq. D-yə baxırıq. Sitoplazmadan kalium ionlarının çıxma sürətini azaltmaqla fəaliyyət potensialını uzadır. Baxın, bunun üzərində artıq nə edə bilərik? Bunun üzərində artıq sizinlə düşünə bilərik. Çünki uşaqlar, baxın, deməli, membran potensialı artdı və gördüyünüz kimi repolarizasiya eyni nöqtədə başladı. Amma uşaqlar, bu əyrinin gedişinə baxın, yəni əvvəlki hala qayıtmasına baxın. Bir də bu əyrinin baxın. Gördüyünüz kimi burada nədir uşaqlar? Burada məsafə daha necədir? Yəni daha böyük bir, daha geniş bir əyri ilə qayıdırsa, deməli nəyin inşallah fəaliyyət potensialı burada nədir? Fəaliyyət potensialı burada uzandı. Yəni bir qədər belə deyək, repolarizasiyada belə deyək, zəif getdi. Repolarizasiya eyni nöqtədə başlasa da, amma necə getdi uşaqlar? Daha ləng sürətlə getdi və ona görə də fəaliyyət potensialı nədir? Uzandı. Ona görə də biz sizinlə burada D-ni seçə bilərik. Natrium ionlarının membrana daxil olmasını gecikdirərək depolarizasiyanı uzadır. Depolarizasiya gördüyünüz kimi uzanmayıb uşaqlar eyni nöqtədə, yəni dərmansız halla eyni vəziyyətdə durur. Ona görə də bu variantı seçmirik. Bu sualda sizinlə 9-cu sinifdə işləmiş uşaqlar gördüyünüz kimi hüceyrə bölünməsinin müəyyən bir mərhələsinin şəkli verilmişdir və deyir ki, bu şəkil hansı mərhələyə uyğundur. Nə görürük uşaqlar? Biz sizinlə burada 2 xromatidli xromosomlar görürük. 2 xromatidli xromosomlar görürüksə və onlar belə deyək də sitoplazmada sərbəst şəkildə düzülmüşlərsə, qütbləşmə yoxdursa, deməli anafazalar nədir uşaqlar? Anafazaları çıxdıq. İndi baxırıq nəyə uşaqlar? Burada hamısı nə olacaq? Profaza olacaq. İndi bu mitozdurmu? Meyoz birinci profazadırmı? Meyoz ikinci profazadırmı? Xromosomun 2 xromatidli olması bizə heç biri haqqında məlumat vermir. Çünki biz bilirik ki, mitoz profazada da, meyoz birinci və meyoz ikinci profazada da xromosomlar hələ də neçə xromatidlidirlər? Hələ də 2 xromatidlidirlər. Amma burada nəyə görə bilərsiniz uşaqlar? Baxın, məsələn, elə bu xromosomun nümunəsinə baxın. Burada konjugasiya görə bilərsiniz uşaqlar. Konjugasiya görürsünüz. Baxın, bu məsələn sentromerdirsə, bu digər hissələrdə bir-birinə sarılma, yaxınlaşma varsa, bu nədir? Konjugasiyadır və crossing over baş verir. Yəni gen mübadiləsi baş verir. Gen mübadiləsi harda baş verirdi? Təbii ki, meyoz birinci profazada baş verirdi. Ona görə də burada B variantını seçirik. Növbəti sualımıza gəlin baxaq uşaqlar. Bu sualda sizinlə işləmişik. Nə deyir uşaqlar? Deyir ki, 1947-ci ildə Gerti və Karl Korim cütlüyü glikogen sintezində iştirak edən genləri ayırdıqları üçün Nobel mükafatı almışlar. Burada deməli glikogenin quruluşunu araşdırarkən onun tərkibində glukozaları bir-birinə birləşdirən 2 rabitə formasının olduğu ortaya çıxmışdır. Bunlardan biri 1,4 glukozidik rabitədir, digəri isə 1,6 glukozidik rabitədir. Və deyir ki, bu rabitələrin quruluşu aşağıdakı kimidir. Bizdən soruşur ki, bu enzimlərin glukoza 6 fosfatları birləşdirərək glikogen əmələ gətirməsi ilə bağlı qrafiki ifadəsi aşağıdakı kimi verilmişdir. Bu qrafikdəki əyrilərə nəzər yetirin və hansı mülasələrin yanlış olduğunu müəyyən edin. Gəlin baxaq uşaqlar qrafikə. Deyir ki, A əyrisi istiliyə məruz qalmış enzimlərin fəaliyyətini ifadə edir. Bu ifadə doğru ola bilər uşaqlar. Gördüyünüz kimi A əyrisində heç bir dəyişiklik yoxdur və o deməli İstiliyə məruz qaldıqda bildiyimiz kimi enzimlər də zülallardırlar uşaqlar. İstiliyə məruz qaldıqda o denaturasiyaya uğraya bilər. Denaturasiyaya uğradıqda isə deməli təbii ki, fəaliyyətlərini yerinə yetirə bilməyəcək. Çünki biz sizdən öyrənmişik ki, zülallar yalnız 3-cü il quruluşlarını əldə etdikdən sonra öz fəaliyyətlərini yerinə yetirə bilirlər. Gördüyümüz kimi burada A enzimi öz fəaliyyətini deməli yəni yerinə yetirib və istiliyə məruz qalmış bir enzimin fəaliyyətini yerinə yetirir. Ona görə də biri burada doğru olaraq götürdü. Bizdən isə yanlışlar soruşur uşaqlar. Deyir ki, B əyrisi vahid zamanda glikogenə birləşən glukozanın miqdarını ifadə edə bilməz. Çünki vahid zamanda glikogenə birləşən glukoza sayı sabitdir və təcrübə boyunca sabit artan bir xətt olmalıdır. Biz sizinlə hətta zülallardan da danışanda qeyd eləmişik uşaqlar. Ümumiyyətlə polimer birləşmələrdən danışanda qeyd edirik ki,
Polimer birləşmədə halqaların sayı, monomer halqaların sayı artdıqca, daha doğrusu zaman keçdikcə monomer halqaların sayı artır. Deməli, qrafik necə olmalıdır uşaqlar? Qrafik elə artan istiqamətdə getməlidir. Yəni, qrafik əslində düzgün verilmişdir, variant isə burada yanlışdır. Ona görə də burada siz ikincini götürə bilərik. Baxırıq, kori cütlüyü qlikogenin əmələ gəlməsinə qlukozanı birləşdirən iki müxtəlif enzim ayırmışlar. Təbii ki, uşaqlar orada nədir? 2 dənə rabitə var, deməli 2 dənə müxtəlif enzimdən söhbət gedir. Dördüncüyə baxaq, B əyrisinin 40-cı dəqiqədən sonra sabitləşməsinin səbəbi substrat miqdarının azalmasıdır. Gəlin baxaq qrafikə uşaqlar. B əyrisi 40-cı dəqiqədən sonra hələ də nə edir? 40-cı dəqiqədən sonra hələ də deməli 40-cı dəqiqədən sonra hələ də artmaqda davam edir. Yəni burada bir sabitləşmə görmür. Sabitləşmə bəlkə harda ola bilər? Deməli belə deyək də bəlkə 45-ci dəqiqədən sonra ola bilər, amma 40-cı dəqiqədən sonra biz hələ də sizinlə burada bir artma müşahidə edirik. Ona görə də deməli biz sizinlə bu variantı da doğru hesab etmirik. Ona görə nəyi seçdik? İkinci və dördüncünü seçdik. Cavabımız da oldu Y variantı. Baxaq növbəti suala. Növbəti sualda əvvəlki siniflərdə işlədiyimiz suallardır. Uşaqlar deyir ki, aşağıdakı şəkildə atmosfer havasının tipik tərkibini, alveollardakı havanın tərkibini və ağciyərlərə gələn qanda, yəni ağciyər arteriyalarında həll olmuş qazları göstərir. Bu şəkillə əlaqədar verilmiş mülahisələrdən hansı düzgündür? Baxaq uşaqlar, ilk mülahisəmiz nədir? Nəfəslə verilən havada azotun parsial təzyiqinin az olması, az miqdarda azotun qana keçməsi ilə əlaqədardır. Bəli uşaqlar, biz sxemə baxanda nə görürük? Gördüyümüz kimi nəfəs aldığımız havada nə qədər uşaqlar 598-dir. Nəfəslə veriləndə artıq 565-ə düşüb. Niyə 565-ə düşür uşaqlar? Deməli, qanla alveola daşınan havada isə gördüyünüz kimi ümumiyyətlə nə yoxdur uşaqlar? Deməli, qanla alveola daşınan havada azot yoxdur. Eyni zamanda nəfəslə verdiyimiz havada isə miqdarı neynə düşür? Miqdarı aşağı düşür. Amma eyni zamanda fikir versəz görərsiniz ki, alveoldakı havada da bunun miqdarı neynə uşaqlar? Bunun miqdarı azalıb. Bu o deməkdir ki, uşaqlar, yəni biz sizinlə azotun ümumiyyətlə qana keçməsi haqqında ümumiyyətlə danışmışıq. Bildiyimiz kimi azot insan tərəfindən mənimsənilməyən və insan qanına keçməyən bir qazdır. Deməli, bu ifadə onsuz da yanlışdır. Bəs bu azotu harda itirə bilər? Biz bilirik ki, tənəffüs yolları, ağciyərlərdə alveolların səthi, onlar hamısı nəmdirlər uşaqlar və o nəm halda azot nə edə bilər? Həll ola bilər və həll olarkən onun bir hissəsi suda həll olmuş vəziyyətə keçdiyinə görə nə edə bilər? Miqdarında dəyişiklik baş verə bilər. B-yə baxır uşaqlar, yəni bizdən düzgün soruşur. Oksigenin alveoldakı parsial təzyiqinin atmosfer havasında az olması tənəffüs yollarında oksigenin hüceyrələrə keçməsi ilə əlaqədardır. Oksigenin alveoldakı parsial təzyiqinin də az olması tənəffüs yollarında oksigenin keçməsinə əlaqəli ola bilməz. Çünki biz bilirik ki, tənəffüs yollarında ümumiyyətlə heç bir qaz mübadiləsi baş vermir. Deməli, bu da yenə də qazların suda həll olması, yəni nəm bir müddətdə suda həll olması ilə əlaqədar ola bilər. Ona görə də bu variantı da nə etmirik inşallah? Bu variantda seçmirik. Nəfəslə verilən havanın ümumi təzyiqi atmosfer təzyiqinə bərabər olmaması onu göstərir ki, deməli, ağciyərdə hər zaman qalıq hava olur. Nəfəslə verilən havanın ümumi təzyiqinin atmosfer təzyiqinə bərabər olmaması onun deməli tərkibindəki qazların parsial təzyiqi ilə əlaqədardır uşaqlar. Yəni ağciyərdə qalan qalıq havanın artıq bura dəxli yoxdur uşaqlar. Yəni belə deyək də oradakı qazların sıxlığı və s. bütün bunlar hamısı qazların ümumilikdə nisbətinin yaratdığı parsial təzyiq bu nə olacaq? Bu deməli ümumi atmosfer təzyiqindən daha çox olmasına səbəb olacaq. Deməli bu variantda seçə bilmərik. Oksigenin molekulyar kütləsinin karbon dioksidə görə az olması və suda daha yaxşı həll olması onun alveoldan qana diffuziyasını daha sürətli edir. Biz də bilirik ki, uşaqlar, molekulyar kütlənin diffuziya ilə heç bir əlaqəsi yoxdur. Yəni qazların diffuziyası ilə əlaqəsi yoxdur. Biz burada sizinlə parsial təzyiqdən danışacağıq. Hardakı parsial təzyiq çoxdur, qaz həmin yerdən parsial təzyiqi az olan yerə doğru hərəkət edir. Ona görə də Y variantına baxın. Alveol və qan arasındakı qaz mübadiləsində mübadiləsinə səbəb olan əsas faktor təzyiq qradiyentdir və deməli bu nə olacaq inşallah? Bu təbii ki doğru olacaq. Çünki biz sizinlə bu 2-8-ci sinif dərsliyində də biz sizinlə qradiyent potensialından və s. danışmışıq, daha doğrusu qradiyentdən danışmışıq və biz orada sizinlə qradiyent potensialının harda yüksək olduğu, harda aşağı olmasına və diffuziyanın, osmosun necə baş verməsindən danışmışıq və ona görə də əsas olaraq təzyiq qradiyentini nə edəcəyik inşallah?
təzyiq qradiyentini götürəcək. Daha doğrusu qradiyent potensialı yox, təzyiq qradiyenti, qatılıq qradiyenti və s. bu kimi ifadələr işlətmiş olur. Burada da təzyiq qradiyentini əsas olaraq götürəcək. Ribosomlar haqqında verilmiş fikirlərdən hansı düzgündür? Sərbəst ribosomların sintez etdiyi zülal adətən hüceyrə daxilində fəaliyyət göstərir. Bu ifadə doğru olacaq uşaqlar. Çünki sərbəst ribosomlar əsasən hüceyrənin daxilində sitoplazmada sərbəst şəkildədirlər və onlar hüceyrə daxilində fəaliyyət göstərir. Bunu seçək uşaqlar. Digərlərində baxaq. Ribosomu təşkil edən bütün komponentlər nüvədə sintez olunur ifadəsi yanlışdır. Niyə? Çünki ribosomu həm də zülallar təşkil edir. Yəni onlar yalnız ribosom RNT-sindən ibarət deyildir və ona görə də o deməli onun zülalı artıq nüvədə sintez olunmayacaq, sitoplazmada sintez olunacaq. Eukariot hüceyrədə yalnız 80S, prokariot hüceyrədə isə yalnız 70S ribosoma rast gəlinir ifadəsi yanlış olacaq uşaqlar. Eukariot hüceyrədə həm 80, həm də 70-ə rast gəlmək mümkündür uşaqlar. Prokariotda isə yalnız 70-ə rast gəlir. 80S isə yalnız eukariotlarda rast gəlinir. Prokariotlarda yalnız 70 rast gəlinir uşaqlar. 70S rast gəlinir. 70S həm də eukariotlarda rast gəlinir. 80S isə siz ancaq eukariotlarda rast gələ bilərsiniz. Ona görə bu variantda yanlış olacaq. Ribosomlar endoplazmatik şəbəkənin membranına polisom kimi fəaliyyət göstərmək üçün birləşiblər. Məhsulları sitoplazmaya buraxılır. Bəli, onlar polisom kimi fəaliyyət göstərmək üçün birləşiblər, amma məhsullarını sitoplazmaya yox, hara buraxırlar uşaqlar? Endoplazmatik şəbəkənin kanal və boşluqlarına buraxırlar. Ribosomların fəaliyyəti zamanı ATF enerjisinə ehtiyac yoxdur. Bu ifadə yanlışdır. Niyə yanlışdır uşaqlar? Çünki ribosom zülal sintezini həyata keçirir. Zülal sintezi plastik bir mübadilədir və plastik mübadilədə bildiyiniz kimi ATF enerjisinə ehtiyac duyur. Ona görə də bu variant yanlış olacaq. Bu da maraqlı bir sualdır uşaqlar. Çox da qəşəng sual deyə düşünürəm. Deyir ki, qamış qurbağalarını yeni ərazilərə təqdim etmək üçün araşdırma aparılır. Bu ərazilərdə aparılan sahə tədqiqatları göstərmişdir ki, təbii su hövzələrində pH göstəricisi pH 4-dən pH 10-a qədər dəyişir. Yəni turşuluqdan qələvliyə qədər neyini inşallah deməli dəyişir. Və nə deyir? Deyir ki, laboratoriya tədqiqatları bu pH diapazonunun qamış qurbağalarının yumurtadan çıxmasına və bədən uzunluğuna təsirini araşdırmaq məqsədi ilə aparılmışdır. Nəticələr aşağıdakı kimidir. Ay Allah, buna toxunan kimi çox aşağı gedir. Qalxaq yuxarı. Gördüyünüz kimi uşaqlar, pH 4-də yumurtadan çıxma necədir? Maksimumdur. pH 10-da isə minimumdur. Amma indi bədən uzunluğuna baxaq uşaqlar. Bədən uzunluğu gördüyünüz kimi, məsələn, baxaq pH 4-də necədir? pH 4-də bədən uzunluğu, deməli, bu şəkildədir gördüyünüz kimi uşaqlar. pH 10-da gördüyünüz kimi bədən uzunluğu necədir? Daha yüksəkdir. Bu kvadratlarla olan hansıdır? pH 8,5-də isə gördüyünüz kimi bədən uzunluğu daha necədir? Daha yüksəkdir. İndi bizə nə soruşur uşaqlar? Deyir ki, bu nəticələrə əsaslanaraq qamış qurbağalarının təbii yayılma areallarındakı pH dərəcəsi ilə əlaqədar verilmiş ən düzgün fikir hansıdır? Baxaq uşaqlar. Deyir ki, bu qurbağaların təbii yayıldığı sularda pH təxminən 7-dir. Çünki ən çox bədən uzunluğu bu pH-da olmuşdur. Baxaq uşaqlar, pH 7-yə baxaq. 3 bucaq gördüyümüz kimi ən çox bədən uzunluğu pH 7-də deyil uşaqlar. Ən çox bədən uzunluğu gördüyünüz kimi hardadır? Kvadratdan baxsınız 8,5-dədir. Deməli, bu bizə o qədər məlumat verməyəcək uşaqlar. Yəni düzgün bir məlumat verməyəcək. Bu qurbağaların təbii yayıldığı sularda pH təxminən 4-dür. Çünki yumurtadan bala çıxarma faizi ən çox bu pH-da olmuşdur. Bəli uşaqlar, yumurtadan bala çıxarma faizi ən çox bu pH-da olmuşdur. Amma bu pH-da gördüyünüz kimi bədən uzunluğu o qədər də böyük deyil. Deməli, bu onun üçün o qədər də əlverişli şərait yəni əlverişli şərait olduqda həm də bədən uzunluğu necə olmalıdır? Bədən uzunluğu da daha böyük olmalıdır. Deməli, bu da bizə o qədər də məlumat vermədi uşaqlar. Bu qurbağaların təbii yayıldığı sularda pH təxminən 5,5-dir. Çünki böyümə maksimum səviyyəyə yaxındır və yumurtadan bala çıxarma faizi çox yüksəkdir. Baxaq uşaqlar, 5,5-də dairələri görürük, maksimuma yaxındır və deməli 5,5-də deməli yumurtadan çıxma intensivliyini göstərib bizə, yəni 4-ə yaxındır. Amma uşaqlar bu hələ bizə tam doğru heç nə deyə bilməz. Çünki gördüyümüz kimi 5,5 yumurtadan çıxma intensivliyinə görə pH 4-dən xeyli aşağıdır. Deməli, bu variantda seçə bilirik inşallah. Tədqiqatın aparıldığı bütün pH mühitlərində qurbağalar təcrübənin sonuna qədər yaşayıblar.
Bunu deməli biz sizinlə deyə bilmərik inşallah. Çünki burada qurbağaların həyatı haqqında, yaşaması haqqında burada heç bir məlumat yoxdur gördüyünüz kimi. Deməli 1 2 3 4 5 deməli burada isə nə görə inşallah 1 2 3 4-5 dənə burada deməli var, amma bəziləri gördüyünüz kimi bədənləri o qədər, yəni bu haqqda bizim yaşamaları, yaşayıb yaşamamalı, təcrübənin harda bitdiyi haqqında bizim elə bir məlumatımız yoxdur inşallah. İndi baxaq nəyə? Deməli, bu qurbağaların təbii yayıldığı sularda pH-ı dəqiq müəyyən etmək üçün bu araşdırma kifayət deyil. Araşdırılan mühitdə yetkinliyə çatan qurbağaların yumurtadan çıxan bala sayına olan nisbəti kimi bir sıra dəyərləri də bilmək vacibdir. Həqiqətən də uşaqlar, biz burada sizinlə düz deyib, inşallah biz bilirik ki, bütün pH-larda, gördüyümüz kimi bütün pH-larda böyümə vardır. Bütün pH-larda bədən uzunluğu müəyyən ölçüyə çatıb. Amma axı biz sizinlə bilmədik ki, burada məsələn tutaq ki, pH 4-də çıxanlardan nə qədəri məsələn tutaq ki, burada yaşadı, salamat qaldı və ya da ki 5,5-də çıxanlardan nə qədəri burada salamat qaldı. Yəni biz ona görə də sizinlə bunun haqqında konkret bir məlumat deyə bilmirik inşallah. Onların miqdarı haqqında bizim bir məlumatımız olmadığına görə nisbəti müəyyənləşdirə bilmirik. Hansında ki, belə deyək də, yaşama nisbəti, yumurtadan çıxan nisbətinə olan nisbəti daha böyükdür. Deməli, orada da ən yaxşı pH-ı siz götürə bilərsiniz. Ona görə də sizinə burada bizə uzunluq verib, burada bizə ömrü verməyib uşaqlar və ya da ki, sayı verməyib. Sayı versəydi bəlkə də mümkün olardı. Ona görə də burada Y variantını seçdik. Bu sual da çətin sual deyil uşaqlar. Burada elə əslində heç belə deyək də cədvələ o qədər çox ehtiyac qalmır uşaqlar. Elə verilən birinci cümlədən biz sizinlə bunu müəyyənləşdirə bilərik. Deyir ki, Charles Darwin Galapagos adalarında birəbitənlərin bir neçə növünü aşkar etmişdir və bu növlər arxipelaqın müxtəlif adalarında yayılmışlar. Baxın inşallah, arxipelaqın müxtəlif nələrində, adalarında yayılmışlar. Bu növlərin dimdik şəkillərinin müxtəlif olması Darwinin diqqətini cəlb etmişdir. Gördüyünüz kimi bu birəbitdən növlərinin qidalama müxtəlifliyi aşağıdakı kimi inşallah. Gördüyünüz kimi inşallah Magnerostris deməli çox qalın güclü dimdiklər və böyük sərt toxumları var. Digəri orta qalın, orta ölçülü toxumlardır. Fortis, parvula incə kiçik həşəratlar. Deməli Olivaceae isə çox nazik, uzun, çox kiçik deməli həşəratlar. Burada inşallah nə deyir bizə? Deyir ki, bu birəbitdən növlərinin yaranması ilə əlaqədar verilmiş fikirlərdən hansı fikir düzgündür? A variantına baxaq inşallah. Bu tamamilə coğrafi növə əmələ gəlmədi. Çünki növlər müxtəlif areallarda yayılmışdır. İfadəsi nə olacaq? Bu doğru olacaq inşallah. Çünki gördüyünüz kimi ona nə deyir? Deyir ki, arxipelaqın müxtəlif adalarında yayılmışlar. Yəni onlar coğrafi olaraq bir-birindən eləmişdir? Təcrid olunmuşdur. Ekoloji bir növ əmələ gəlmə olsaydı, eyni mühitdə yaşayıb müxtəlif nəyə məruz qalmalı? Məsələn, qidalanmasına görə və s. müxtəlif şəraitə məruz qalmalıdır və ona görə də bunu deməli ekoloji götürə bilərdik. Yəni eyni arealda olmalıdır. Burada isə areallar necədir? Areallar müxtəlifdir. Qida müxtəlifliyi bu növ əmələ gəlmədə müxtəlifliyə əsas səbəbdir. Biz sizinlə arealların da fərqli olduğuna görə bu variantı seçə bilmirik inşallah. Bu növlər arasında hələ də gen axını var. Çünki dimdiklərində müəyyən bənzərliklər var. Arxipelaqlar ayrı-ayrıdır. Daha doğrusu arxipelaqın ayrı-ayrı adalardır və gen axınları haqqında biz burada sizinlə heç bir deməli məlumat verə bilmərik. Qida növlərinin fərqli olması göstərir ki, bu tamamilə ekoloji növ əmələ gəlməlidir. Yenə deyirəm, eyni mühit şəraitində, eyni arealda olsaydılar deyə bilərdik. Bu əslində coğrafi növ əmələ gəlmədir, amma prosesin gedişatında simpatik növ əmələ gəlmə elementləri də baş vermişdir. Deməli, bu variant da doğru. Yəni burada ən doğru variant deməli A variantı olacaq. Keçək növbəti 16-cı suala. Bunu deməli biz sizinlə araşdırmışıq uşaqlar. Bu sualı artıq aşağı siniflərdə işləmişik. Nə dedik ki, torpaqdan alınan bəzi elementlər bitki orqanizminin həyat fəaliyyətini davam etdirmək üçün əhəmiyyətlidir. Bu elementlərdən ən vacib olanları azot və fosfor elementləridir ki, onların torpaqda varlığı vacibdir. Bu elementlər üzvü maddələrin tərkibinə daxil olaraq böyümə, tənzimləmə və inkişaf kimi əhəmiyyətli prosesin həyata keçirilməsində iştirak edirlər. Alimlər bu elementlərdən hansının daha əhəmiyyətli olmasını araşdırmaq üçün böyümə mövsümü boyunca 4 eksperimental qrupu araşdırmışlar. Demək inşallah, əvvələn gəlin baxaq, azotla fosfor niyə əhəmiyyətlidir və bunların içərisində hansı daha əhəmiyyətlidir uşaqlar? Azot bitkinin gövdə və yarpaqlarının, yəni həyati vacib orqanlarının böyüməsində iştirak edir. Fosfor isə bitkinin generativ orqanlarının, yəni çiçəyinin və meyvəsinin inkişafında
iştirak edir. Deməli, bitkinin yaşaması üçün birinci növbədə onun gövdə və yarpaqlarının inkişaf etməsi lazım. Ona görə də azot daha vacibdir uşaqlar. Fosfor ikinci yerdə durur. Üçüncü bir gübrəmiz də var. Bu kalium gübrəsi uşaqlar. Kalium gübrəsi də bilirsiniz ki, yeraltı orqanların, məsələn, meyvə köklərin, gövdə yumrularının, soğanaqların və s. əmələ gəlməsini iştirak edir. Bütün bitkilərdə təbii ki, yeraltı orqanlar belə deməli şəkil dəyişmələrə məruz qalmırlar. Ona görə də bu bir qədər daha az əhəmiyyətli bir gübrədir, amma digərləri, yəni məsələn tutaq ki, meyvə kökün yaranması, gövdə yumrusunun yaranması həmin bitkinin tutaq ki, bu il yaşaması, bitkinin özünün yaşaması üçün o qədər vacib deyil. Növbəti nəsil üçün, yəni yeni bir bitki üçün bu nə olacaq uşaqlar? Bu təbii ki, vacib olacaq. Demək, indi baxaq uşaqlar, deyir ki, birinci qrupda bitkinin böyüdüyü torpaq mühitinə heç bir gübrə verilməmişdir. İkinci qrupda azot gübrələri, üçüncü qrupda yalnız P gübrələri, yəni fosfor gübrələri, dördüncü qrupda isə hamısı əlavə olunmuşdur. İndi bizdən soruşur ki, uşaqlar, torpaq üzərindəki canlı biokütləsinin Y oxu müxtəlif qida mühitlərində zamana görə dəyişməsi X oxunda göstərmişdir. X oxunda A iyul, yəni yəqin ki, bu iyun olacaq uşaqlar. İyul, avqust aylarını göstərir. Əyrinin son nöqtəsi mövsümün bitdiyini, yəni böyümə dayandığını göstərir. Bizdən nə soruşur? Deyir ki, qrafikdəki əyrlərin eksperimental qruplara görə uyğunlaşdırıldığı ən düzgün bəndi seçin. Baxaq uşaqlar, biz bunları keçən dəfə, yəni o birisi sualda işləyəndə, yəni aşağı sinifdə işləyərkən bunu nə dedik uşaqlar? Deməli, ilk olaraq nəyə baxırıq? İlk olaraq deməli biz sizinlə burada birinciyə baxa bilərik. Birinci nə olacaq uşaqlar? Həm azotun, həm də fosfor gübrəsini verildi. Təbii ki, daha yaxşı inkişaf edəcək, böyümə və inkişaf daha yaxşı gedəcək. Ona görə də birinci nəyə aid oldu uşaqlar? Birinci 4-ə aid oldu. 4 birinciyə aiddir. Heç birisi verilmiş uşaqlar, təbii ki, bu yavaş-yavaş nəyə doğru gedəcək? Bu yavaş-yavaş inkişaf, zəifləməyə doğru gedəcək. Bu da oldu nə? Bu da oldu bizdə, deməli, birinci qrup. Birinci qrup. Ondan sonra ikinci nəyə qeyd elədik? Dedik ki, ikinci daha əhəmiyyətli olan nədir uşaqlar? Azotdur. Yəni azotun verildiyidir. Bu nə olacaq uşaqlar? Bu ikinci qrup olacaq. Üçüncü isə nə olacaq uşaqlar? Üçüncü isə fosforun verildiyi qrup olacaq. Çünki fosfor azota nisbətən daha az əhəmiyyətli bir deməli gübrədir. Ona görə də baxırıq uşaqlar, daha doğrusu mineraldır. Baxırıq, deməli, kontrol qrupunun biri olduğu, kontrol qrupunun üzr istəyirəm, dördüncü olduğu, biri bura yazmışıq, dördüncü olduğu, deməli, yalnız P-nin üçüncü olduğu, yalnız azotun ikinci olduğu və deməli, azot üstəgəl fosforun deməli, birinci olduğu bir qrup variant seçirik. Bu da hansı variantdır? Bu da C variantı olacaq. Növbəti sualımız 17-ci sual. Bu da çox maraqlı sualdır uşaqlar, çox da qəşəng bir sualdır. Deyir ki, sxemdə yuxarı qaldırım. Sxemdə bir cütlüyə və onların uşaqlarına məxsus iki fərqli xromosom üzərində tandem təkrarlar göstərilmişdir. Agat, yəni adenin guanin demək inşallah agat deyək. Agat ardıcıllığının tandem təkrarlanan sayı 5-ci xromosomda, deməli AGA-AA ardıcıllığının, yəni adenin guanin ardıcıllığının tandem təkrarlarının sayı isə 18-ci xromosomda göstərilmişdir. Tandem təkrarları xromosomda müəyyən bir DNT ardıcıllığının bir-birinin ardınca başdan-başa dəfələrlə təkrarlanmasıdır. İndi baxaq uşaqlar, gördüyünüz kimi, baxın, xromosom 5-də anada bu təkrarlanma 3-4 dəfə, atada isə neçə dəfə gedib? 9-10 dəfə gedib. Anada xromosom 18-də 5-6, atada isə 11-12 dəfə gedib. Deməli, inşallah biz sizinlə bu valideynlərin uşaqlarına eləsin seçməyək ki, burada olan rəqəmlər ya ataya uyğun gəlsin, ya da anaya uyğun gəlsin. İkisindən birinə uyğun gəlməlidir uşaqlar. Əgər orada olan rəqəm yoxdursa, deməli, biz sizinlə bu uşağın bu valideynlərə aid olmaması haqqında danışa bilərik. Yəni, DNT analizi olanda orada nə deyilək uşaqlar? 99,9% uyğun gəlir. Yəni, atada, anada olan, belə deyək də, nukleotidlər, izolalar olmalıdır orada. Yəni, başqası meydana çıxırsa, deməli, burada artıq başqa valideynlərə aid olan övladdan danışa bilərik. Bu ailə ilə əlaqədar verilmiş fikirlərdən hansı və yaxud da ki, hansılar səhvdir? Gəlin, baxaq buna inşallah. Deməli, uşaqların biri övladlıq ola bilər. Baxaq uşaqlar. Uşaqların biri övladlıq ola bilər. Məsələn, oğlan uşağına baxır uşaqlar. Oğlan uşağına gördüyünüz kimi, baxın, burada nə var? Deməli, bax, xromosom 5-də 9-un olması atadan keçə bilər.
Oldu mu inşallah? Xromosom 18-də 6-nın olması anadan, 11-in olması atadan keçə bilər. Amma 12 nədir uşaqlar? 12 gördüyünüz kimi nə atada yoxdur, nə də anada yoxdur. Ona görə də bunu biz düşünə bilərik ki, bu övladlıq ola bilər. Deməli burada bir nə olacaq uşaqlar? Bir doğru olacaq. Ona görə də bunun üzərindən xətt çəkdik. Övladlığa götürülən uşaq əgər uzaq qohumdursa, o zaman böyük ehtimalla ata tərəfdən uzaq qohumdur. Baxır uşaqlar, onun deməli, həm xromosom 5, həm də xromosom 18-də ata tərəfə uyğunluq var, amma ana tərəfə xromosom 5-də uyğunluq yoxdur. Deməli, o ata tərəfə daha çox yaxın olduğuna görə biz sizinlə bunu doğru hesab edə bilərik. Deməli, ata tərəfdən qohum ola bilər. Ona görə də ikinci də burada doğru olacaq deyə cavabı seçə bilmirik. Baxaq deməli, üçüncüyə. Övladlığa götürülən uşağın həm 5-ci, həm də 18-ci xromosomlarındakı tandem təkrarlar bacı qardaşların heç biri ilə eyni deyildir. Baxaq uşaqlar, 5-ci xromosoma baxıq. 5-ci xromosomdakı tandem təkrar deməli bacı qardaşlar eyni deyil. Biri eyni deyildi uşaqlar. Amma 9-a baxırsınız uşaqlar, 9 deməli bacı qardaşlardan, məsələn qardaşlar eyni, qız daha doğrusu bacı ilə eynidir. 18-ə baxırıq 6 bacı ilə eynidir. 11 də qardaşla gördüyünüz kimi, daha doğrusu hər ikisi deməli qızlardır, bacılardır. Onlarla nədir uşaqlar? Onlarla eynidir. Deməli ona görə bu variant nə olacaq? Bu variant yanlış olacaq. Ana qızlarına 5-ci xromosom üzrə fərqli homoloq xromosomları, 18-ci xromosom üzrə isə eyni homoloq xromosomu irsən ötürmüşdür. İndi buna baxaq uşaqlar. Ana gördüyümüz kimi deməli, qızlarına nə ötürüb? Qızlarına 4, birinə 4-ü ötürüb, o birisində nə ötürüb? O birisində 4 ötürüb. Çünki 4 ancaq anadadır uşaqlar. 18-ci xromosoma baxırıq. Orada isə demişdi nədir? Fərqli homoloq xromosomlar ötürüb. Yəni, əgər fərqli olsaydı, birinə 3, birinə 4 ötürməli idi. 18-ci xromosoma baxaq uşaqlar. 18-ci xromosomda isə ana birinə deməli nə ötürüb? Birinə deməli 6-nı ötürüb, o birisinə isə neçəni ötürüb? 5 ötürüb. Burada isə fərqlidir. Yəni yerlər tərs olmalıdır. Ona görə də bu variantda seçdik inşallah. 3-cünü, 4-cünü seçdik. Baxaq 5-ciyə. Uşaqlardan birini əmələ gətirən qametin formalaşması zamanı ola bilsin ki, mutasiya nəticəsində xromosomların birində tandem təkrar sayı artmış olar. Ola bilər uşaqlar, ola bilsin ki, baxın burada gördüyünüz kimi ancaq xromosom 5-də birindədir. Homoloji xromosomların yalnız birindədir uşaqlar. Və ola bilsin ki, bu doğrudan da nə eləyib? Ola bilsin ki, bu doğrudan da arta bilər mutasiya nəticəsində. Ona görə də bu variantı doğru hesab edə bilərik. Cavab oldu nə? Cavab oldu C variantı, yəni 3-cü və 4-cü. Növbəti sualımıza baxaq uşaqlar. Deyir ki, bu da yaxşı sualdır. Aşağıdakı şəkildə 4 naməlum kiçik molekulun W, X, Y və Z tərkibində zülal olmayan süni 2 qat fosfolipid membrandan nisbi keçiriciliyi göstərilmişdir. Oxların qalınlığı hər bir molekulun nisbi miqdarını ifadə edir. Hansı molekulların membrandan daşınması üçün mütləq daşıyıcı zülala ehtiyac vardır? Z-ə baxırıq uşaqlar. Z tam olaraq daşıyıcısız filan neyini tam olaraq sərbəst şəkildə neyini uşaqlar keçir. Y-lə X-də qismən keçməni müşahidə edirik uşaqlar. Y-də daha çoxdur, X-də isə daha necədir uşaqlar? Daha azdır. Amma yavaş-yavaş da olsa, qismən də olsa nə edəcəklər? Keçəcəklər. Mütləq daşıyıcı zülala ehtiyac yoxdur. Amma W-yə baxın uşaqlar. W gördüyünüz kimi membrandan heç cür özü-özünə keçə bilmir uşaqlar. Nə demək, sadə difuziya ilə keçə bilmir, nə belə deyək də sadə difuziya ilə keçə bilmir. Deməli, ona görə də W-nun belə deyək, membrandan daşınması üçün mütləq nəyə ehtiyacı vardır? Mütləq daşıyıcı zülala ehtiyacı vardır. Ona görə burada yalnız D, yalnız W-nu daha doğrusu seçirsiniz. Növbəti suala baxaq. Bitki köklərində mineralların sorulma mexanizmi göstərilmişdir. Sxemi yaxşıca analiz edin. Bu sualda işləmiş sizinlə uşaqlar və deyir ki, aşağıda bəzi mülahisələr verilmişdir. Bu mülahisələrdən hansı və ya hansıları doğrudur? Baxaq uşaqlar düzgün. Kök tənəffüsü torpaq mütündə hidrogen ionları buraxıldığı üçün torpağın turşuluğu azalır. Kök tənəffüsü zamanı olmalıdır burada. Torpaq mühitinə hidrogen ionları buraxıldığı üçün torpağın turşuluğu azalır. Hidrogen ionları həqiqətən də buraxılır uşaqlar. Çünki gördüyünüz karbon qazı əmələ gəldi. Biz sizinlə insan tənəffüsündə də bundan danışıq uşaqlar. Karbon qazı əmələ gəldi. Karbon qazı su ilə birləşdi. Bikarbonat yarandı. Bikarbonat sonra davamsız olduğuna görə hidrokarbonat anionuna, yəni mənfi yüklü ionuna və eyni zamanda hidrogen ionlarına ayrıldı uşaqlar. Və hidrogen ionlarına ayrılmaq bu nə deməkdir? Turşuluğun artması deməkdir. pH aşağı düşdü. pH neynədir? Azaldı. Turşuluq neynədir? Turşuluq artdı. Ona görə də burada azalır. Bu ifadəni yanlış edir. Ona görə də bunu
seçmirik. Kökdən mühitə hidrogen ionlarının buraxılması müsbət yüklü ionların əmici tellər vasitəsilə sorulmasını asanlaşdırır. Baxın uşaqlar, hidrogen hara yönəldi? Hidrogen deməli torpaq hissəciklərinə doğru yönəldi və torpaq hissəciklərinə bərk hissəciyə yaxın olan müsbət yüklü kalsium ionu isə hara yönəldi? Əmici tellərə yönəldi. Ona görə də bunu sizinlə seçə bilərik. Nitrat kimi mənfi yüklü ionlar torpağın bərk hissəciklərinin səthinə yapışmış halda yox, məhlulda həll olmuş halda olur. Gördüyünüz kimi uşaqlar, əgər burada karbonat kimi mənfi ion məhlulda həll olmuş və haldadırsa, deməli nitrat da nə ola bilər? Nitrat da bunun kimi məhlulda həll olmuş halda ola bilər. Ona görə də üçüncü burada nə olacaq uşaqlar? Üçüncü burada doğru olacaq. Bizdən nəyi soruşur? Bizdən doğrunu soruşur. Doğrunu seçdik. Həddən çox suvarılma torpaqda müsbət yüklü ionların miqdarını azaldar, mənfi yüklü ionların miqdarını isə artar ifadəsini doğru hesab etmirik. Nəyə görə inşallah? Çünki gördüyünüz kimi baxın, mənfi yüklü ionun artması nəyin hesabına baş verdi? Tənəffüsün hesabına baş verdi. Tənəffüs baş verdi, karbon qazı əmələ gəldi və o mənfi yüklü ionun artmasına səbəb oldu. Həddən çox suvarıldıqda torpaqda məsamələr dolur və əmici tellərin, yəni ümumiyyətlə bitki köklərinin nəfəs alması nəyin inşallah çətinləşir. Tənəffüs proses dayandıqda isə karbon qazı əmələ gəlmir. Karbon qazı əmələ gəlmədikdə mənfi yüklü ionların artması ehtimalı da azalır. Ona görə bu variant da yanlış olacaq. Nəyi seçdik uşaqlar? A variantını, yəni deməli ikinci və üçüncünü seçdik. Və baxaq deməli nəhayət 20-ci suala. 20-ci sualda nə deyir bizə? Deyir ki, canlılarda bir çox uyğunlaşmalar və ya xüsusiyyətlər vardır ki, bu uyğunlaşmalar və ya xüsusiyyətlər yeni nəsil ilə valideyn nəsli arasındakı rəqabəti azaltmağa xidmət edir. Aşağıdakı variantlardan bəzi nümunələr verilmişdir. Hansı nümunə rəqabəti azaltmağa xidmət etmir? Baxın uşaqlar, bitkilərdə toxumların xüsusi uyğunlaşmalar vasitəsilə ana bitkilərdən uzağa daşınması təbii ki, neyəcək? Ana bitki ilə nəsil arasındakı rəqabəti azaldacaq. Çömçəquyruğun inkişafının qurbağadan fərqli olaraq suda baş verməsi neynədir? Çömçəquyruq quruya çıxdı. Daha doğrusu qurbağa, yetkin qurbağa quruya çıxdı. Çömçəquyruq isə suda yaşayır. Bu da təbii ki, yetkin qurbağa ilə suda yaşayan çömçəquyruq arası rəqabəti azaltır uşaqlar. Deməli, bitkilərdə vegetativ çoxalma nəticəsində yeni fərdlərin ana bitkinin yaxınlığında əmələ gəlməsi, baxın uşaqlar, vegetativ çoxalma özlüyündə nədir? Bitkinin təkrarlanması deməkdir. Düzdürmü? Yəni o genləri olduğu kimi təkrarlayır. Digər tərəfdən ana bitkinin yaxınlığındadır. Həm eyni genetik xüsusiyyətlərə malik olan nəsil yaranıb, həm də eyni zamanda o bitkinin yaxınlığına düşür. Deməli, bunlar arasında rəqabət neyəcək? Artacaq. Qida uğrunda, ərazi uğrunda, işıq uğrunda və s. rəqabətlər artacaq. Deməli, bu azaltmağa xidmət etmədi. Köçəri quşlarda balaların valideynlərin qida topladığı ərazilərdən uzaqda böyüməsi nədir? Rəqabəti azaltdı. Kəpənəyin tırtıllarının yarpaqlarla qidalanması rəqabət azaltdı. Çünki kəpənəyin özü nektarla qidalanır. Tırtıllar isə neynədir? Yarpaqlarla qidalanır. Ən azından nəsillə valideyn arasında qida uğrunda mübarizə neynədir uşaqlar? Az rəqabət azaldı. Və ona görə də cavab olaraq burada C-ni seçdik. Beləliklə uşaqlar, bu 10-cu sinifin sualları idi. Ümid edirəm ki, sualları sizə aydın başa saldım. Haradasa mexaniki səhvlərə yol vermişəmsə, üzürlü sayarsınız. Çünki videoları gec saatlarda yazıram. Bəzən görsən BDT yorğun olduğuma görə bəzən görsən sözlər ağzımdan tökülə bilər. Ona görə əgər nəyisə başa düşməsəniz və ya da ki, haradasa mexaniki səhvə yol vermişəmsə, üzürlü sayın. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənə qədər və hər birinizə də uğurlar arzulayıram inşallah.